Əlimdə çoxlu videolar var. Reanimasiyadan çəkib göndəriblər, müalicə şəkildə var. Medsestralar, xəstə baxıcıları. Hər gün. Yəni gizli çəkib göndəriblər. Bəli, məndən pul istəyiblər ki, pul at, çəkim göndərin. Necə yəni pul at? Yəni kart göndəriblər, kart nömrəsi veriblər. Yeməyi vermək üçün pul vermişəm, çıxartıblar xəstənin yanına. Yoxsa çıxartmırlar? Yox. Yoldaşımın üçün verən axşam xəstə baxıcısı medsestra məndən zəng eləyib, pul tələb eləyir ki, gəl liftdə mənə pul gətir. Bu axşam mən baxacağam yoldaşıma. Birimiz sanitarka, birimiz medsestra. Amma yoldaşım həmin vaxt ölmüşdü, 3 axşam idi. Mən də dedim ki, bu gün mənim yoldaşımın 3 mərasimidir. Heç utanmırsan, 3 gün bastırmış mənim yoldaşım. Utanmırsan, heç ayıb deyil. Mən Əmrəli doktora 501, 201, 101, 101 belə pul vermişəm. Şöhrət doktora da vermişəm, 201 vermişəm, 101 vermişəm, 50 vermişəm. Əmrəli doktora 50 manat gəldi, dedi yoldaşınız əlini tərpədir, gözünü açır. Sevindiyimdən 50 manat verdim. Mənə dedi ki, götür pulunu, 50 manatına yara sağalmır, iş düzəlmir. Özüm də kirayədə qalıram. 3 dənə uşağım var, ikisi tələbədir, biri məktəblidir. Dolanışığım çətindir, mənə də kimlənsə borc alıb aparıb verirdim. Hər gün xəstə baxıcılarının, medsestraların kartlarına pul atmışam. Özləri kart atır ki, məcburən bu səs, kifayət qədər səsləri də var, mesajlar da var, məndən pul tələb eləyirlər. Xəstənizə baxırıq, xəstənizə üzr istəyirəm altına, üstünə baxırıq, xəstədə və heç tərpəniş yox idi, yalandan deyirlər. Hamısına kifayət, əlimdə çoxlu videolar var, reanimasiyadan çəkib göndəriblər, müalicə şəkildə var, medsestralar, xəstə baxıcıları. Hər gün. Yəni gizli çəkib göndəriblər. Bəli, məndən pul istəyiblər ki, pul at, çəkim göndərin. Necə yəni pul at? Yəni kart göndəriblər, kart nömrəsi veriblər. Yeməyi vermək üçün pul vermişəm, çıxartıblar xəstənin yanına. Yoxsa çıxartmırlar? Yox. Yoldaşımın üçün verən axşam xəstə baxıcısı medsestra məndən zəng eləyib, pul tələb eləyir ki, gəl liftdə mənə pul gətir. Bu axşam mən baxacağam yoldaşıma. Birimiz sanitarka, birimiz medsestra. Amma yoldaşım həmin vaxt ölmüşdü, 3 axşam idi. Mən də dedim ki, bu gün mənim yoldaşımın 3 mərasimidir. Heç utanmırsan, 3 gün bastırmış mənim yoldaşım. Utanmırsan, heç ayıb deyil. Mən Əmrəli doktora 501, 201, 101, 101 belə pul vermişəm. Şöhrət doktora da vermişəm, 201 vermişəm, 101 vermişəm, 50 vermişəm. Əmrəli doktora 50 manat gəldi, dedi yoldaşınız əlini tərpədir, gözünü açır. Sevindiyimdən 50 manat verdim. Mənə dedi ki, götür pulunu, 50 manatına yara sağalmır, iş düzəlmir. Özüm də kirayədə qalıram. 3 dənə uşağım var, ikisi tələbədir, biri məktəblidir. Dolanışığım çətindir, mənə də kimlənsə borc alıb aparıb verirdim. Hər gün xəstə baxıcılarının, medsestraların kartlarına pul atmışam. Özləri kart atır ki, məcburən bu səs, kifayət qədər səsləri də var, mesajlar da var, məndən pul tələb eləyirlər. Xəstənizə baxırıq, xəstənizə üzr istəyirəm altına, üstünə baxırıq, xəstədə və heç tərpəniş yox idi, yalandan deyirlər. Hamısına kifayət